Salam, hər vaxtınız xeyir, Media Inform izləyiciləri. Xəbərləri Samidə İmanlının təqdimatında izləyirsiniz. Bildiyiniz kimi, 2002-ci ilin sentyabrında antiterror əməliyyatında qəhrəmancasına həlak olmuş Sərhəd qoşunlarının giziri 2000-ci il təvəllüdlü Nəsirov Ülvi Əsədullaoğlunun 15 may 2025-ci il tarixində Mövlud günü münasibəti ilə mərasimi keçirilmişdir. Mərasim şəhidin valideynlərinin təşəbbüsü ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Respublika Veteranları Təşkilatının təşkilatçılığı ilə şəhidin doğma kəndi Qara Nuru kəndində ata evində mərasim keçirilmişdir. Mərasimdə rayonun şəhid valideynləri, ictimai təşkilatların nümayəndələri, veteranlar, qazilər, ziyalılar, müəllimlər, şəhidin döyüş yoldaşları, media nümayəndələri, kəndin sakinləri və ağsaqqallar iştirak etmişlər. Mərasim iştirakçıları şəhidlərin məzarları üzərlərinə gül çiçək dəstələri qoymuşlar. Sonra isə ehsan süfrəsi açılmışdır. Dəyərli izləyicilərimiz, indi isə şəhid Ülvi Nəsirovun Mövlud gününə həsr olunmuş tədbiri izləyin. Şəhid anaları, şəhid atalar və Nəsirov həyətinin hörmətli və dəyərli qonaqları, hər birinizi bu həyətdə görmək xoşdur. Hər birinizin bildiyi kimi şəhid Nəsirov Ülvinin mövluduna toplaşmışıq. Və hər birinizdən xahiş edirəm ki, ilk öncə bir dəqiqəlik sükutla şəhidlərimizi yad edək. Və ardınca Azərbaycan dövlət himnini səsləndirək. Allah rəhmət eləsin. Nəsirov Ülvinin əmsi Nəsirov Musaya qonaqlarımızda Nəsirov Ülvi haqqında məlumat verməsin. Xoş gəldin deyirəm, gəldiyinizə görə ayrı-ayrıda hər hamıza təşəkkür edirəm. 2000-ci ildə anadan olub, hərbi xidmətə gedib, uşaqlıqdan hərbiyə meyilli olduğu üçün, həvəsi olduğu üçün hərbi xidmətdəykən sənədlərin kiçik gizir kimi işləməyə təqdim etmişdir və qəbul olmuşdur. Vətən müharibəsinin 44 günlük Vətən müharibəsində iştirak etmişdir. Sonra 2022-ci ildə antiterror döyüşlərində şəhid olmuşdur. Şəhid olduqdan sonra vəfatından sonra vətən uğrunda və Azərbaycan bayrağı ordeni ilə dövlət tərəfindən təqdim edilmişdir. Yenə də hər birinizə təşəkkür edirəm gəldiyiniz üçün. Çox sağ olun. İndi isə söz verilir Safır rayonunun Veteranlar İctimai Birliyinin sədri Əlağa Qurbanova. Məclis iştirakçılarının, mərasim iştirakçılarının hamısını salamlayıram. Qabaqcadan
Dini sahada təhsilim olmasa da, yəni bu günləri Ülvi qardaşımızın anım günü deyil, Mevlüt günüdür. Ülvi həm Ülvi üçün, həm Ülvinin valideynləri üçün, həm onu istəyənlər üçün, dostları üçün çox bayram, əhval, ruhiyyəli gün olmalıdır. Ona görə də onun bu mərasimini açıq elan edirik. Kim istəsə, qonşuları, qohumları onun haqqında danışa bilərlər. Qəhrəmanlığı haqqında danışa bilərlər. Keçmiş xatirələrindən danışa bilərlər. Bu kənddən bir nəfər mərhum şəhid Xudayarın anısını ifa edəcək. Yəni bunu yaş mərasimi yanında biraz səslənməsi pis qarşılamıyor. Bayaq müdürətdir. Buralarımız çoxdur, amma icra hakimiyyətinin bir səlahiyyəti sırf bu işlə məşğul olan nümayəndəsi var. Fərhad müəllim Mürsəlov. Yəqin ki, o ətrafla danışar. Bu ailə ilə əlaqəsi olan adamdır, münasibəti olan adamdır. Söz verilir. Salamlayıram hamınızı. Əsəd qardaşımızı bugün tək qoymadığınıza görə hamınıza təşəkkür edirəm. İcra hakimiyyəti aparatının bütün əməkdaşları adından hamınızı salamlayıram. Bildiyiniz kimi Saatlı rayonunun Qaranuru kəndi ərazisinə görə böyük olduğuna və bəzi digər şərtləri nəzərə almasaq, həm birinci, həm ikinci Qarabağ müharibəsində ən çox şəhid verən kənddir. Ən çox qazisi, əlili olan, ən çox iştirakçısı olan kənddir. Veteranları var, əlilləri var, böyük bir nəsildir. Mən açığı rastıma gəlməmişdi. Bəlkə də indi sizin məlumatınız var bəzilərinin. Yol kənarında Nəsirov Ülvinin şəkil plakatı yerləşdirilir və orada onun haqqında məlumatlar yazılıb. Mən üzrlü sayım, yeni bilmişəm ki, 22-ci ilin sentyabrında bilirsiniz ki, sentyabrın 13-cü Ülvi şəhid olub. Məzuniyyətə gələndə bəlkə də ürəyinə damınmış. Gəlib evdə deyib ki, mən şəhid olsam, burada mənim üçün bir xatirə kimi mənim şəklimi bura vurarsınız. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İşə təyin olunandan bütün şəhidlərimizin qeyri-adi halları ilə rastlaşmışam. Yəni hamısı elə hal yaranıb ki, elə bil əvvəlcədən bilirlərmiş ki, şəhid olacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ülvi qardaşımız da həmçinin mən fürsətdən istifadə edib Dövlət Sərhəd Xidmətinin bütün burada iştirak edən və gələ bilməyən əməkdaşlarına təşəkkürümü bildirirəm. Onlar həmişə Saatlıdan 2 Dövlət Sərhəd Xidmətinin əməkdaşı şəhid olub. Şıxıyev Səyyad və Nəsirov Ülvi. Onlar həmişə bütün tədbirlərdə şəhidin ailəsini tək qoymurlar. Sizin də adınızdan icazə edersəz, öz adımızdan da bütün Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təşəkkürümü bildirərəm. Yenə də Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbr edirsin. Yeni Azərbaycan Partiyasının Saatlı şöbəsinin müdiri Eşən müəllimə söz verərdim. Çox sağ olun. Hörmətli şəhid ailələri, hörmətli məclis iştirakçıları, hörmətli qonaqlar, əziz gənclər, mən də hər birinizi salamlayıram. Bildiyiniz kimi ölkəmizdə bu il 2025-ci il Konstitusiya və Suverenlik ilidir. Suverenlik ili ona görə elan olunub ki, müharibənin başlanmasından 5 il ötür. Bu il 44 günlük vətən müharibəsindən 5 il ötür. Bugün şəhid Nəsirov Ülvinin mövludu gününə toplaşmışıq. Həmçinin bugün şəhid Səfərov Oktayın da Saatlı şəhidi, onun da mövludu günüdür. Bunların timsalında Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlıq versin. Çox sağ olun. Şəhid Xalid müəllimin atası. Buyurun mənim. Bu qədər də sənədlər. Mən bilmirəm ki, Allah şəhid valideynlərinə tərəf etsin. Allah özümüzü qorusun. Allah dövlətimizi, bayrağımızı həmişə uzaq etsin. Allah
Prezidentimiz Ali Başkomandanımızı vermektedir. Hemşe bayrağımız düşerek. Ben tedbirde herkes salamlıyorum. Aziz babamız birbirini Allah rahmet eylesin. Bütün şehirlerimize Allah rahmet eylesin. Valideynlerden Ulu Tanrı'dan səbir edirəm. Bu bakımdan bizim xalqımız qeyd etdiyim tarixi prosesində ləyaqətlə yaşadı. Zamanın sınavından şərəflə çıxdı. Torbalarımızı işğal altından azad elədi, qələbə qazandı. Allah müzəffər olduğumuzu qorusun, Allah xalqımızı qorusun. Mən hələ torbalarımız işğal altında olanda əzablı yollarla payamanda belə bir biyet var idi. Yağı düşman əlindədir Vaqifimin məqbərəsi. Həsrət çəkir Sabılar Zudur düzdü xanın səsi. Səda gəlir hər daşından Qarabağın şikəstəsi. Haraylar, qan ağlar, anaların nal səsi. Qalx ayağa vətən oğlu, şəhidlərin al qanına. Dalalansın bu əbədi tanız milli bayrağını. Qalxdı xalqımıza. Bugün Qarabağın hər qarış torpağında xalqımızın üç rəngli bayrağı dalgalanmaqdadır. Eşq olsun bizim müzəffər orduya, eşq olsun xalqımıza, eşq olsun Ali Başkomandamıza. Ben de Rüyan Aksakala Şurası İdare Yardımı'ndan, Sevafir Memnun'dan hamdü salamlarım. Elbette çıkış ilanat bilir, şehitimiz ünlü hakkında, ünlü falan sakkımıza sözler dedi. Ben de hemen çıkışları koşmayalım. Cem şehitlerimize Allah rahmet eylesin. Allah cem şehitlerini yürümüş eylesin. Mekanlar cennet olsun. Şehitler Peygamberimiz eklenir, ölmürler. Onlar dünyasında yaşarlar. Yani bir daha şehit varlıkları karşısında, şehit analarının, şehit ataları karşısında başarır. Allah onlara sabır versin, cem milletimize sabır versin. Bir daha Allah Teala özde çabalı hatırı, milletimizi, halkımızı daha bir imkanı versin. Allah şehitlerine rahmet eylesin, Allah nurunu şahit etsin. Sağ olun. Bir de 22 yaş tamamladı bugünler. Ne güzel. O çaban, o genç ömrünü şehadet şerbetiyle əvəz elədi. Burada iştirak eden şehit ataları, şehit anaları, gazilerimiz, ölünün döyüş yoldaşları, hamısına böyük salamlar, ihtiram göstərirəm. Şəhid anaları, şəhid ataları qarşısında baş əyirəm. Mənim də qardaşım şəhid olub 92-ci ildə. Əskərəm uğrunda 92-ci ilin iyun ayının 19'unda şəhid olub, ama torpağa 22'si tapşırmışıq. Onun da şəhidlik günündə yayın qızmar çağında inanın təbiət elə dəyişdi ki, göy yarıldı, sel axdı göydən yerə. Həmin gün bir qızın da kətdə toyuydu. Bir tərəfdən kədər, bir tərəfdən sevinç. Bu günləri Azərbaycan, mən inanıram ki, bundan sonra da qarşısına qoyulan bütün məqsədlərə nail olacaq. Qazilərimizin, veteranlarımızın Allah canını sağ eləsin. Əskərlərimizin bu günləri yağışın, şaxtanın, qarın altında keşiyimizi çəkərlər. Bir daha Allah rəhmət eləsin, Allah ruhunu şad eləsin. Sağ olun. Musiqi müəllimi Heydər Mustafayev məktəbimizin şagirdləri birlikdə xalqımıza Xudayar təsvifini sevdirən Xudayar təsvifini birlikdə ifa edəcəklər. Dumanlı dağların başında durdum, dumandan üstüme bir teymə vurdum. Dumanlı dağların başında durdum,
dastana döndü. Deyirlər bülbülər səmən yaxşıdır, insan Müslüman əzəm vətən yaxşıdır. Deyirlər bülbülər səmən yaxşıdır, insan Müslüman əzəm vətən yaxşıdır. Şair sorma vətən nədən yaxşıdır, adı gəlcək könlüm dastana döndü, dastana döndü. Şair sorma vətən nədən yaxşıdır, adı gəlcək könlüm dastana döndü, dastana döndü. Könüldə cəlbirdən bu xoş mənzərə, şövqümü artırdı şeirə qəzələ. Könüldə cəlbirdən bu xoş mənzərə, şövqümü artırdı şeirə qəzələ. Çatdıqca vətənim elim nəzərdə, təbiətdə mənə heyran göründü, heyran göründü. Çatdıqca vətənim elim nəzərdə, təbiətdə mənə heyran göründü, heyran göründü. Xəzər dənizi təqişkimdə coşdum, xülyalar içində sanki bir quşdum. Xəzər dənizi təqişkimdə coşdum, xülyalar içində sanki bir quşdum. Vətən arzusuyla nəğmələr qoşdum, tufanlar qarşımda dastana döndü, dastan göründü. Vətən arzusuyla nəğmələr qoşdum, tufanlar qarşımda dastana döndü, dastan göründü. Bu torpaqda şəhid yatır, səy deyil, burada solan qərənfildir, qandan batıb. Salam söylə, endir başın, şəhid ruhun inciməsin, nalə çəksin, öpsün daşın, ülvixarə səngiməsin. Gör nələr sığdırdın bir nakam ömrə, hər kəsin yadında şən qala bildin. Güllər soldurdun gülüşünlə sən, hər kəsin könlündə kök sala bildin. Nur üzlü şəhidim rahat uyu yat, azaddır torpağın vətənin azad. Qanınla yağdan təmizlədiyin basmaz torpağına bir də yad ayak. Dinlə məni, düşün bir an, minlərin son nəfəsiyəm. Bugün torpaq altında yatan həmin ülbülün səsiyəm. Unutmayın bizi bir an, keçsə də çox uzun zaman. Düşmənə dilədən aman, o ordumumun dərd kəsiyəm. Bugün torpaq altında yatan həmin ülbülün səsiyəm. Məni bilənlərdən soruş, məni bilənlərdən soruş. Cəsarətli, o mərd duruş, kimdirsə kəz unudulmuş, o qəlbin xatirəsiyəm. Bugün torpaq altında yatan həmin ülbülün səsiyəm. O yetim qalan uşağın, o yeti qalmış uşağın, o odu sönmüş ocağın, mən namusu Qarabağın, Şah babamın nəvəsiyəm. Bugün torpaq altında yatan həmin ülbülün səsiyəm. Bir igiddir ülvi bizə yaşadıb zəfəri, həsrətlə ötən illəri, qanıyla nöqtələnib, şəhid olub o ölməyib. Bir gün çillərdə bir tabut gedər, bir cəsəd sevdası yandırar səni, yoxluğunda kimi yağar üstünə, təpədən dırnağa dondurar səni. Daha ulduzlara tənha baxarsan, tənhalıq çatdək tökər qanını, qaranlıq otaqda dəli olarsan, səssizlik
Geceleri kör eder kulaklarını. Yaz daha güzel görünmezse de yalan yağışlarda unutmaz artık. Gözünün yağış tek yakan yaşını bin güneş sada kurutmaz artık. Kanlı ellerin yanaklarına akan gözyaşını silip gidersen, yüreğin istese açıktır kapın, herden mezarına gelip gidersen. Ağlama oyna, ben şehit olmuşam, bir nura sevriliyim ulduz olmuşam. Ben çölmemişem, sen ağlayasan, karaya bürünüp kan ağlayasan. Gözümden düşen o yaşlar ana, az kalır yüreğim ah tutup yana. Bilirəm balanam ayrı düşmüşəm, vətən uğrunda şəhid düşmüşəm. Mən ölməmişəm, sən yaspırasan, saçını ağarıb məni anasan. Mən həmişə buradayam, bax qəlbindəyəm, göylərdə ulduzam, mən bir mələyəm. Kopartmayın şehit adlı yaramı, düşmanlar duymasın bu feryadımı. Bilmirəm sevinim ya ağlayım mı? Adını tarihe yazdı şehitler, hakkın dergahına kalktı şehitler. Şehitlik adını ucuz tutmayın, öldüler sözünü dile almayın. Onlar yaşayırlar, siz unutmayın. Adını tarihe yazdı şehitler, hakkın dergahına kalktı şehitler. Buradan sənə fəda olsun vətənim, bu canlara mənə qanat verənim. Şəhid olun parçalansın bədənim, sən dedin ki vətən üçün şəhidəm. Övladların düşməndən öz alır, bayrağımız günü gündən uzalır. Həsrət bitir, şalasın kodanır, hüsanından yetər üçün şəhidəm. Varmı sizi şəhid, unutmaq olar mı sizi şəhid? Yardı köksücü namert gülləsin, dondu dilinizdən vətən nəğməsi. İndi yanalarım ahın aləsi, akan gözlərimin yaşını şəhidlər. Yazdı köksümüzü namert gülləsin, dondu dilimizdə vətən nəğməsi. İndi yanalarım ahın aləsi, akan gözlərimin yaşı şəhid. Demiştim vatan
Xudayar şəhid olanda Ülvi yanımda olub. Onun şəhid olanda onun necə Ülvi mənə danışıb. Çox sağ olsun ki, bacımız da gəlir Ülvi ziyarətinə inşallah. Allah bütün şəhidlərimiz yerini cənnət eləsin. Mən fəxr edirəm ki, belə igidlərin biz anasıyıq. Mən fəxr edirəm ki, mən Ülvünün anasıyam. Ülvi kimi oğul büyüdürmüşəm, tərbiyə vermişəm. Bütün Allah analara səbir versin, dözüm versin, bizlər də onlar içində. Çevirdim bakışlarını Dam səklerde bakışlarını Günlere qərq olmuş başdaşlarını Namusun qeyrəti daşını şəhidlər Nifrətə çevrildi bakışlarımız Qanlı səkilərdə naxışlarımız Güllərə qərq olmuş başdaşlarımız Namusu, qeyrəti, daşı şəhid Yardı köksüzü namert gülləsi Dondu dilinizdən vətən nəğməsi İndi yanarım ahın aləsi Axan gözlərimin yaşını şəhidlər Yardı köksümüzü namert gülləsi Dondu dilimizdə vətən nəğməsi İndi yanalarım ahın aləsi Axan gözlərimin yaşı şəhid Köçüp yüreklerde kalan oldunuz
özleme geriye dönen değilim. Demiştim vatan kurban gitmem. Şerefim gayretim vatandı vatan. Allah razı olsun.